Bəli, satışların kəskin azalmasından sonra hökumət yeni dəstək mexanizmini işə saldı. Almaniyada elektromobillərin alınmasına dövlət subsidiyaları əvvəlki proqramın 2023-cü ilin sonunda dayandırılmasından sonra yenidən bərpa olundu. Qeyd edeyim ki, satışların kəskin azalmasından sonra hökumət dəstək mexanizmini işə salmağı qərar aldı. Yeni proqram 2029-cu ilə qədər davam eləyəcək. Ümumi büdcə təxminən 3 milyard avro təşkil eləyir. Bu vəsaitlər əsasən fiziki şəxslərin dəstəklənməsinə, xüsusilə də aşağı və orta gəlirli ailələrə yönəlib. Subsidiyaların məbləği ailənin gəlirindən və uşaqların sayından asılı olaraq 1500 avrodan 6000 avroya qədər dəyişir. Ən yüksək məbləğ 6000 avro, yəni gəliri aşağı olan və ya uşaqlı ailələr üçün nəzərdə tutulub. Dəstək yeni elektromobillərə, eləcə də ekoloji tələblərə cavab verən deməli plug-in hibridlərə və əlavə yürüyüş məsafəsi təmin edən modellərə şamil olunur. Proqram bütün istehsalçılar üçün açıqdır və avtomobilin mənşə ölkəsinə görə heç bir məhdudiyyət nəzərdə tutulmur. Bu xarici, o cümlədən Çin istehsalı olan modelləri də əhatə eləyir. Almaniya hökumətinin əsas məqsədi, qeyd edeyim ki, elektromobillərə tələbatı artırmaq, subsidiyaların ləğvindən sonra zəifləyən bazarı canlandırmaq və ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan avtomobil sənayesini dəstəkləməkdir. Eyni zamanda bu addım ekoloji nəqliyyata keçidi sürətləndirmək və Almaniya bazarının qlobal rəqabət şəraitində mövqelərini qorunması məqsədi daşıyır və qeyd edeyim ki, hökumət hesab eləyir ki, bu proqram bir neçə il ərzində təxminən 800 min avtomobili əhatə eləyəcək və 2026-cı ildə elektromobil satışlarını nəzərə çarpacaq dərəcədə artırmasına imkan verəcək. Bu isə həm iqtisadi sabitlik, həm də Almaniyanın iqlim hədəflərinə çatması baxımından vacib hesab edilir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.